Salam hörmətli müəllimlər və dəyərli şagirdlər. Bugün növbəti bir dərsin izahatı ilə sizin qarşınızdayım. Bugün vegetativ orqanlardan kökün izahatını verməyə çalışacağım. Müəyyən əlavələr də qeyd edəcəm və bu əlavələr də sizə köməyinizə gələr. Və ilkin başlayaq uşaqlar. Bilirik ki, çiçəkli bitkilərin vegetativ orqanları kök, gövdə və yarpaqdır. Ümumiyyətlə bilirik ki, ilkin öncə bunu deyək ki, bitkinin orqanları vegetativ və generativ olmaqla iki yerə bölünür. Vegetativ orqanlar kök, gövdə, yarpaq, generativ orqanlar çiçək, meyvə və toxumdur. İlkin olaraq biz kök haqqında müəyyən məlumatlara malik olaq. Ömründə bir dəfə də demişik ki, çiçək açan bitkilərə çiçəkli bitkilər deyilir və çiçəkli bitkilərdən ilkin olaraq orqan olan kök haqqında müəyyən məlumat əldə edək. Kökün hər bir orqan kimi, necə ki biz digər hər bir bitkidə, heyvanda olan orqanların hər birinin əsas funksiyası var, əlavə funksiyası əsas və əlavə funksiya yerinə yetirir deyirik. Gəlin görək kökün hansı funksiyaları var və hansı əsas və əlavə funksiyalarını biz qeyd edəcəyik. İlkin olaraq deyək əsas funksiyası. Bir aydın məsələdir ki, təbii ki, bitkini torpağa bərkidir, dayaq funksiyası yerinə yetirir və daha sonra kök su və suda həll olmuş mineral maddələri torpaqdan soğurur, borcuqlar vasitəsilə gövdəyə, gövdədən isə yarpağa ötürülür. Demək, dayaq və sorucu funksiya kökün əsas funksiyasıdır. Gəldik kökün digər əlavə funksiyalarına. Əlavə funksiyaların biri ehtiyat qida maddəsi toplamaqdır ki, biz bilirik ki, kökdə digər orqanlar kimi özündə ehtiyat qida maddəsi toplaya bilər. Hansı ki, biz bunu gələcəkdə kökün şəkil dəyişmələrində qeyd edəcəyik. Bundan başqa vegetativ çoxalma, bir çox bitkilərdə biz kök çekilərindən istifadə edərək vegetativ çoxaldacağıq. Eyni zamanda üzüm maddələrinin sintezi, bəzi üzüm maddələri, xüsusi alkaloidlər və hormonlar sintezi olunur kökdə və eyni zamanda simbiotik funksiya həyata keçirir ki, əlavə funksiyalarından biri. Bu da bildiyimiz kimi yumrucuq bakteriyalar və göbələklərlə simbioz əmələ gətirməsini qeyd edəcəyik ki, göbələklərdə bu haqda ümumi sizə məlumat verəcəyik. Çünki göbələklərin mitselləri, bilirsiniz ki, göbələklər avtotrof qidalana bilmir və xlorofilə malik deyil, hazır üzüm maddələrlə qidalanır. Bitki özündə olan üzüm maddənin göbələk isə mitselləri ilə bitkinin sorucu səthinin sahəsini artırır və su və mineral maddələr təmin edir. Eyni zamanda yumurcuq bakteriyalardakı paxlalı bitkilərin köklərində rast gəlinir. Havadakı bitkinin üzüm maddəsini bakteriya isə mineral maddəsini bitkiyə ötürür. Beləliklə simbiotik qarşılıqlı əlaqədə birgə yaşayırlar. Gəldik kökün növləri. Demək, kökün 3 növü var qeyd edək. Kökün növləri əsas kök, əlavə kök və yan kökdür. Biz qeyd edək ki, əsas kök bitkinin toxumunun ruşeymin kökçüyündən inkişaf edir və yalnız toxumla çoxalma nəticəsində əmələ gəlir. Məsələn, biz sizə suallar veriləcək, çiliklə artırılan bir bitkidə neçə əsas kök olur? Çaşdırıcı suallar qarşımıza çıxa bilər. Biz bunu qeyd edirik ki, yalnız toxum əkilən zaman, toxumla çoxaldılan zaman əsas kök çıxa bilər. Və daha sonra əlavə kök biz bilirik ki, gövdə və yarpağın üzərindən çıxır. Hər hansı gövdə çiliyi ilə artırılma zamanı, yarpaq çiliyi vasitəsilə artırılma zamanı biz bunu müşahidə edə bilərik. Yan kök isə hər üç kökün üzərindən çıxır. Həm əsas, həm əlavə, həm də ki, yan köklərin özünün də üzərindən çıxır. Daha sonra gəldik kök sistemi. Biz bilirik ki, iki cür kök sistemimiz var. Mil kök sistemi və saçaqlı kök sistemi. Mil kök sistemi şəkildən də göründüyü kimi. Niyə mil kök sistemi deyirik? Çünki əsas kök digər köklərdən daha yaxşı görünür, aydın seçilir və çox yaxşı inkişaf edir, torpağın dərinliklərinə gedir və əsasən mil kök sistemi ikiləpəli bitkilərdə rast gəlir. Əksər ikiləpəli bitkilərdə biz mil kök sistemini qeyd edəcəyik. Burada da bir çox nümunələr verilib. Biz artıq ikiləpəli bitkiləri öyrəndikdən sonra fəsilələrdə bilirik ki, bütün fəsilə, ikiləpəlilərə aid olan fəsilələrdir ki, hansı ki bunlarda məsələn günə baxan mürəkkəb çiçəklər, zəncirotlu mürəkkəb çiçəklər, noxud paxlalar, quş ətbəyi xat çiçəklər, ümumiyyətlə bunların hər birində mil kök sisteminə rast gəlirik. Gəldik saçaqlı kök sistemi. Saçaqlı kök sistemi də ki, əsas kök əvvəlcə olur, daha sonra isə digər köklərin arasında, əlavə və köklərin arasında nəzərə çarpmır və inkişafdan qalır. Və saçaqlı kök sistemində biz birləpəllər üzrə misal çəkəcəyik. Məsələn, birləpəllərdən də əksər birləpəllər saçaqlı kök sistemidir və biz yalnız bağayarpağını istisna kimi qeyd edirik. Çünki bağayarpağı bilirik ki, ikiləpəli bitkilərə aid olsa da, ancaq bağayarpağında həm eyni zamanda bilirsiniz ki, yarpaqda fərqlilik var, yarpağı qövs var damarlanmada və eyni zamanda həm də ki, kök sistemi saçaqlı kök sisteminə malikdir uşaqlar. Sonra gəldik biz kökün zonalarından qeyd edək. Kökün zonalarından
zonalarını biz demişik ki kökün 4 zonası ayrı olunur. Hansı ki bölünmə zonası, böyümə zonası, sorucu və ötürücü zona. Kök üsküyü zona kimi hesab olunmur. Yalnız hissə kimi, kökün hər hissəsi kimi nəzərdə tutulur və kökün gəlin görə kök üsküyünün ümumiyyətlə hansı funksiya yerinə yetirir və hansı quruluşa malikdir? Bilirik ki, kök üsküyü ümumiyyətlə ən birinci qeyd edilir ki, bütün kök növləri kök üsküyünə malikdir. Yəni bütün kök növlərində həm əsas, həm əlavə və həm də ki yan kök üsküyünə malikdir və kök üsküyü kökün üzərini örtür və onu əlverişsiz mühitin təsirindən qoruyur. Yəni biz bilirik ki, kök təbii ki torpağın içərisində müxtəlif suxurlar, qayalar, daşlara rast gəlir və burada kök özünə, hətta görürsünüz ki, bəzi qayaların, dağların, daşların üzərində də köklər çıxır. Bəs uşaqlar, bu köklər orada necə hərəkət edir? Necə olur ki, bu boyda bitkilər inkişaf edir? Məhz bu kökün həmin bu kökü, məhz kökü həmin getdikcə dərin suxurlara, dərin qatlarına torpağın getdikcə onu uzun zədələnmədən qoruyur. Çünki uşaqlar, kök üsküyü eyni zamanda zədələnir təbii ki. Amma məhv olmuş kök üsküyü kökün bölünmə zonası, hansı ki törəci toxumaya malik bölünmə zonasının hesabına yenisi ilə əvəz olunur və kök üsküyünün hüceyrələri gördüyünüz kimi deyir, tünd rəngə malikdir uşaqlar. Canlı hüceyrələrdir, sıx yerləşmişdir və dediyimiz kimi kökün müdafiəsini təmin edir. Daha sonra gəldik kökün zonalarına. Kökün zonalarına biz dedik ki, böyümə zonası, bölünmə zonası, böyümə zonası, ən birinci bölünmə, daha sonra böyümə, sorucu və ötürücü zonanı qeyd edək. Demək ki, biz dedik ki, kökün ən birinci gəlir bölünmə zonası. Ümumiyyətlə, bölünmə zonası həm qeyd edək, özünüz üçün də qeyd edərsiniz. Ümumiyyətlə, kökün üzərinin hər birini örtük toxuması. Təbii ki, biz demişik ki, örtük toxuması bu dəricik və mantardır və dəricik bitkinin bütün orqanlarının üzərini örtür. Həm kökün, həm gövdənin, həm yarpağın. Demək, bölünmə zonasında həm örtük toxumaya rast gəlirik, örtük toxumasına və eyni zamanda bölünmə zonasında həm də ki, biz bölünmə deyiriksə, təbii ki, törəci toxumanı da burada qeyd eləməliyik. Daha sonra burada hüceyrələri necə quruluşa malikdir? Hər bir toxumanın özünün hüceyrələrinin quruluşu var, zonanın. Bir ki, aydın məsələdə bölünmə zonası deyiriksə, burada nazik qılaflı mitoz bölünməyə məruz qalan və iri nüvəli hüceyrələr var və canlı hüceyrələrdir. Təbii ki, daim yenilənir. Adından görüldüyü kimi bölünmə zonası hüceyrələri törəci toxumadır və bu iri nüvəli nazik qılaflı olmalıdır, daim yenilənir, daim bölünür və burada bitkinin bunun hesabına həm kök üsküyü yenilənir və eyni zamanda bitki burada yaranan hüceyrələr daha sonra böyümə zonasına keçir və kökün uzunluğa böyüməsini təmin edir. Daha sonra gəldik bölünmə zonasına, sonra böyümə zonası. Böyümə zonasında da həm örtük, eyni zamanda örtük və törəci toxumaya rast gəlinir. Burada da biz qeyd edək ki, burada da artıq bu hüceyrələr hansı ki bölünmə zonasında əmələ gəlmiş hüceyrələrdir ki, burada müəyyən böyüyürlər və müəyyən ölçüyə çatırlar və kökün bunun hesabına kök boy atır və yaxud da bunu qeyd edirik. Daha sonra sorucu zonada biz dedik ki, əmici tellər olur. Əsasən bu sorucu zonada adlandırılmasının əsas mahiyyəti bundan ibarətdir ki, əmici tellər hesabına torpaqda olan su və suda həll olmuş mineral maddələr buradan sorulur və hər bir əmici tel, bu yanda daha geniş bunun şəklində qeyd edəcəm uşaqlar. Hər bir əmici tel özü bir hüceyrədən ibarətdir və kökün qabıq hüceyrəsinin uzun çıxıntısı da adi gözlə də görmək mümkündür. Uzunluğu 10 mm-dən çox olmur. Ömürləri isə 10-20 gün arasında olur. Dediyimiz kimi əhəmiyyəti də bitkilərin aldığı su və suda həll olmuş mineral maddələri torpaqdan sormaq və bunu kök borcuqlarına, eləcə də gövdə borcuqlarına ötürməkdir. Sorucu zonada burada dedik ki, hansı ki örtük toxumaya da burada rast gəlinir, örtük və eyni zamanda əsas toxuma da var bu sorucu zonada və eyni zamanda biz dedik ki, ötürücü toxuma da var. Ötürücü toxuma nədir uşaqlar? Su. Artıq buradan biz bildik ki, su və suda həll olmuş mineral maddələr buradan ötürülür. Təbii ki, demək burada su borularına da rast gələ bilərik. Daha sonra buradan gəldik ötürücü toxuma. Ötürücü toxuma da bayaq dediyimiz kimi artıq örtük toxuması var üzərini örtən. Ötürücü zonanın üzərini örtür və eyni zamanda əsas toxuma və eyni zamanda ötürücü toxumaya da burada rast gəlinir və burada artıq əmici tellərdən udulmuş su və suda həll olmuş mineral maddələr su boruları vasitəsilə, yəni su boruları, hansı ki kökdəki yerləşmiş kök borucuqları vasitəsilə mineral maddələr gövdəyə və oradan da dediyimiz kimi yarpaqlara ötürülür. Gəldik su və suda həll olmuş mineral maddələrin necə, ümumiyyətlə biz deyək ki, necə ötürülür?
Biz bir şey qeyd edək ki, su və suda həll olunmuş mineral maddələr adicə biz uşaqlar, mən həmişə deyirəm, qeyd edirəm dəyərli müəllimlər, biz əgər bir adi bir su turbası olsun, bunu bir vedrənin içərisinə və yaxud da istənilən bir qabın içərisinə qoysaq, heç vaxt bu su yuxarıya doğru qalxa bilməz. Ancaq gəlin təsəvvürünüzə gətirək ki, neçə metrlərlə hündürlüyə malik olan hər hansı bir ağacın su və suda həll olunmuş mineral maddələr yarpaqlarına doğru hərəkət edir. Bəs bunu nəyin səbəbinə baş verir? Gəlin görək bu necə baş verən bir prosesdir. Ümumiyyətlə əmzi tellər vasitəsilə udulmuş su və suda həll olunmuş mineral maddələr kök parenximasının canlı hüceyrələrindən keçərək mərkəzi silindirdə yerləşən borcuqlara daxil olur və bu borcuqlarda kök təzyiqi, iki qüvvə, kök təzyiqi və yarpaqların sorucu qüvvəsi, sorucu qüvvəsi vasitəsilə yarpaqlara, gövdəyə və yarpaqlara doğru qalxır. Və kök təzyiqi də ilin müxtəlif fəsillərində məsələn biz bilirik ki, adətən yazda və yayda kökün daha doğrusu daha kök təzyiqi daha yüksək olur. Ancaq digər vaxtlarda isə kök təzyiqi aşağı düşür ki, bu da bilirik ki, eyni zamanda bitkini donmaqdan mühafizə edir. Və burada mərkəzi silindirdə gördüyümüz kimi, buradan baxın qeyd olunur əmzi tellər kökün qabıq hüceyrələrinin baxın çıxıntısı şəklində burada qeyd olunur və mərkəzi silindirdə dedik ki, ölü hüceyrələrdən ibarət kislema su boruları olur və eyni zamanda burada həm də ələyə bənzər borular olur ki, ələyə bənzər borular fikir verirsiniz canlı hüceyrələrdən təşkil olunmuşdur və burada bu da mərkəzi silindirin içərisində yerləşir. Şöyle ümumiyyətlə gəlin görək əmzi tellərdən su və suda həll olunmuş mineral maddələr necə hərəkət edir. Ən birinci əmzi tel hansı ki buradan əmzi tellər vasitəsilə su və suda həll olunmuş mineral maddələr udulur. Daha sonra kökün dəricik hüceyrələri və daha sonra kökün qabıq hüceyrələri daha sonra kökün qabıq hüceyrələri və daha sonra isə kök borucuqları. Bunu ardıcıl özünüz içində qeyd edə bilərsiniz. Kök borucuqları. Və beləliklə də su və suda həll olunmuş mineral maddələr yuxarıya doğru hərəkət edir. Daha sonra gəldik növbəti hissəyə, dərsimizin növbəti hissəsinə, kökün şəkil dəyişmələri. Ümumiyyətlə kök biz dedik ki, əsas və əlavə funksiyalar yerinə yetirir. Əsas funksiyaları qeyd elədik və bundan başqa kökün əlavə funksiyalarından da biri var idi ki, ehtiyat qida maddəsi toplamaq. Kök, ümumiyyətlə, şəkil dəyişmə biz dedikdə metamorfoz deyirik. Şəkil dəyişmənin digər adı. Məsələn, gövdənin şəkil dəyişməsi, yarpağın şəkil dəyişməsi, kökün şəkil dəyişməsi. Ən birinci gəlin baxaq görək, burada hansı şəkil dəyişmələr var və bunlar hansı funksiyanı yerinə yetirməklə əlaqədar olaraq şəklini dəyişmişdilər. Yəni, hər bir şəkil dəyişmənin özündə də hər biri müəyyən funksiya yerinə yetirirlər. Gəlin bunlara qeyd edək. Yəni, birinci meyvə kök deyək. Demək, biz meyvə kökü yediyimiz kökün üzərində daha yaxşı bilə bilərik. Kök bilirik ki, baxın, biz əgər kök istifadə edəndə biz görürük ki, uşaqlar, kökün yuxarı hissəsində biz doğrayarkən, bunu yeyərkən müşahidə edirik ki, yuxarı hissəsi biraz yaşıl olur. Kəsəndə bunu müşahidə etmək olur. Və kök əsas, meyvə kök, əsas kökün genişlənmiş etil qida maddəsi toplayan hissəsidir. Və bu əsas kök və eyni zamanda bir daha qeyd edək, gövdənin aşağı hissəsini. Hansı ki, bayaq qeyd elədim ki, müəyyən hissəsi biraz yaşıl olur. Həmən hissəsi gövdənin aşağı hissəsidir uşaqlar və burada etil qida maddəsi yığır. Etil qida həm bunlar bilirik ki, kirlik bitkilərin bu adətən meyvə kök də kirlik bitkidir və burada etil qida maddəsi yığır ki, gələcəkdə bu bitkidən çiçək, meyvə və toxum əmələ gəlsin. Və bu kimdə rast gəlinir bu bitkilər? Biz bu hansı ki meyvə kökə yer kökündə gördüyümüz kimi qeyd olunubdur. Tub, çuğundur, şalğam və s. və ilə axır. Və bunun üzərində bəzən suallar düşür ki, hansı köklər üzərində görmək olar? Biz dedik ki, bu yuxarı hissəsi gövdədir. Gövdə. Aşağı hissəsi əsas kök. Əsas kök. Təbii ki, gövdənin üzərindən hansı köklər çıxır uşaqlar? Əlavə köklər. Demək, bu əlavə kökdə eyni zamanda əsas kökün üzərindən də yan kök çıxır. Demək, yan kökü də görmək olar. Meyvə kökün üzərində həm yan kök, həm də ki, əlavə kökü müşahidə eləmək olar. Və biz bunu
deyək uşaqlar. Buranı yeni götürüm. Və daha sonra gəldik kök yumruları. Kök yumruları da əlavə və yan kökün şəkil dəyişməsidir. Biz buna görə bilərik qaymaq otunda, batatda, georgində, batatda buraya yazmaq olar. Batatda, georgində, qaymaq otunda görmək olar uşaqlar. Və daha sonra gəldik, əgər bunun üzərindən yenə də qeyd edirəm, hansı kök növlərinə üzərində rast gəlmək olar deyərsə, yan kökləri deyə bilərsiniz. Çünki yan və əlavə köklərin üzərindən yan köklər çıxır. Daha sonra dayaq kökləri. Dayaq kökləri də tropik bitkilərdə, hansı ki tropik ərazilərdə rast gəlinən, bilirik ki, banyan ağacında müşahidə olunur. Onun gövdəsindən əlavə köklər çıxır uşaqlar və yerə doğru gəlir və bu böyük bir cəngəlliyə əmələ gətirir bu köklər. Böyük əraziləri tutur və beləliklə həm də bunun bu bitkinin artmasını da kömək edir. Və bu təbii ki gövdədən dedim çıxırsa da gövdədən çıxan köklər əlavə köklərdir və demək dayaq kökləri də əlavə köklərin şəkil dəyişməsidir. Və daha sonra gəldik kök qarmaqçıqları. Bu kök qarmaqçıqları biz buna bəzən qarmaqçıq fırça şəkilli köklər də biz qeyd edirdik. Eyni zamanda bu bitkini dayağa belə deyək də dırmaşdırmaq üçün, tutmaq üçün, kömək üçün belə məqsəd güdür və daşlarmaşıq bitkisində rast gəlinir, gövdəsində rast gəlinir. Fırça şəkilli dediyimiz kimi qarmaqçıq şəkilli köklərdir və gövdədən çıxdığına görə təbii ki biz buna əlavə kökün şəkil dəyişməsi kimi baxacağıq uşaqlar. Daha sonra bakteriya yumurcuqları biz yan köklərin genişlənmiş hissəsindən yumurcuq bakteriyalara əmələ gətirir və burada da biz bilirik ki bu yumurcuq bakteriyalar hansı bitkilərdədir? Paxlalı bitkilərdə bilirik ki bunlardan simbiyoz həyat tərzi sürür. Daha sonra gəldik ki hava kökləri var ki bu da tropik meşələrdəki ağacların budaqlarında bitən səhləb bitkisində rast gəlmək olar. İnşallah səhləb bitkisi ağacların üzərində bitir, bax belə. Ağacların üzərində bitir və buradan öz köklərini belə havaya sallayır və havadakı rütubətdən, bilirik ki tropik meşələr adətən güclü yağışlar yağır və havadakı rütubətdən, sudan istifadə edir, özünün suya olan tələbatını ödəyir. Və bir də tənəffüs kökləri var. Uşaqlar, tənəffüs kökləri də bu köklərdə biz bunu söyüddə müşahidə edə bilərik. Hansı ki rütubətli yerlərdə bitən bəzi söyüd bitkilərinin kökləri tənəffüs edə bilmir və bu kökləri torpağın üzərinə çıxardır və orada tənəffüsünü təmin edir və buna görə də biz buna tənəffüs kökləri adı veririk. Daha sonra bir də ki qeyd eləmədim bayaq burada, demək hava kökləri olan səhləbin özü də əlavə və yan köklərin özünüz üçün də qeyd edə bilərsiniz uşaqlar. Əlavə və yan kökün şəkil dəyişməsidir. Bu qədər. Sonra gəldik biz gübrələr haqqında sizə məlumat verim, ətraflı məlumat verməyə çalışım. Uşaqlar, ümumiyyətlə torpaq ilkin olaraq nədir? Biz nəyə görə torpaq deyirik ki, münbit torpaqlar, ümumiyyətlə bunlara münbitlik verən nədir? Nəyinə görə biz torpağı münbit hesab edirik? Bunu aydınlaşdıraq. Ümumiyyətlə bilirik ki, yerin bitkilər bitən örtüyü, üst münbit qatı torpaq adlanır və torpağın özü tərkibi bir neçə komponentdən ibarətdir. Ən birinci qum, gil, mineral duzlar, rütubət, hava və eyni zamanda da çürüntüdən təşkil olunduğunu biz qeyd edirik və torpağın ən əsas komponenti də məhz bu çürüntünün olmasıdır. Və əgər torpaqda çürüntülər daha çoxdursa və bu təbii ki qara torpaq hesab olunur və ən münbit torpaq hesab olunur və belə bir şey də qeyd edək. Məsələn torpağın tərkibində dedik ki qum var, gil var, mineral duzlar var. Necə müşahidə edə bilərik qumun, gilin, mineral duzun olduğunu? Adi bir neçə təcrübə ilə də bunu müşahidə etmək olar. Məsələn havanın olduğunu necə edə bilərsiniz? Quru bir torpaq kütləsini biraz suya turlasaz uşaqlar. Həmən sənə o sudan qabarcıqların çıxdığını müşahidə edirsiniz və bunun da onun tərkibində havanın olduğunu müəyyən edirsiniz. Suyun olduğunu, torpağı məsələn əlacə biraz torpağı əlinizə ovalayanda da görmək olar. Daha sonra biraz torpağı qızdırsaz müəyyən şüşə qabının içərisində alıb və orada da qızdırma zamanında buxar yarandığını müşahidə etmək olar. Bundan başqa torpağın tərkibində mineral duzların olduğunu, mineral maddələrin olduğunu və məsələn torpaqda qarışdıraraq bu suyu da bir neçə dəfə süzərik. Daha sonra o həmən o torpağı buxarlandırdıqda o suyu hansı ki torpağı qarışdırdıq, süzdürdüyümüz suyu yenidən qaynatsa, qaynatma zamanı bilirsiniz ki buxarlanma nəticəsində su buxarlanacaq, temperatur nəticəsində su buxarlanır və bu mineral duzlar orada qalır. Buna da torpağın tərkibində mineral duzların olduğunu müəyyən etmək olar. Daha sonra torpağın tərkibində biz gili necə müəyyən edə bilərik? Məsələn, közərdilmiş torpaq məhlulunu süzgəcdən keçirərək durutmaqla da biz bunu gilin olduğunu orada müşahidə eləmiş olaraq.
közəlmiş torpaqlar müəyyən qədər yandırılmış torpaqlardır uşaqlar. Və gildə məhz ondan hazırlanır. Və bundan başqa dedik ki, çürüntünün olduğunu biz necə bilərik? Üzüm maddələrin olduğunu adicə bir parça qara torpaq alıb alovda közəltməklə də bunu yanırsa da təbii ki, bunun tərkibində üzüm maddələrin olduğunu müəyyən edə bilərik. Və gəlin görək ümumiyyətlə bu torpağın tərkibində bundan başqa biz hansı ki torpaq üçün əhəmiyyətli müəyyən maddələr vardır ki, mineral maddələr və torpağa biz bunları necə, hansı şəkildə verə bilərik və ümumiyyətlə əhəmiyyəti nədir biz verdiyimiz gübrələrin uşaqları. Gübrələr ümumiyyətlə böyüməsi, inkişafı dövründə biz məhsuldarlığı artırmaq üçün torpağı həm yumşaldırıq, eyni zamanda oraya müəyyən elementlərə malik olan hansı ki zəngin maddələr veririk ki, biz bunlara gübrələr deyirik. Gübrələr özləri də 2 qrupa bölünür. Hansı ki var üzvü gübrələr və mineral gübrələr. Üzvü gübrələr adından məlum olduğu kimi bunlar canlıların məhsuludur və canlılardan alınır və bunlar peyin, quşsulu torf, bitki qalıqları, heyvan qalıqları, torfu qeyd elədik və bunlar çürüntülər hamısı üzvü gübrələrdir. Mineral gübrələr isə biz azot, fosfor, kalium gübrələrini qeyd edəcəyik. Biz azotu, gəlin görək ümumiyyətlə bunları və eyni zamanda mineral gübrələrə ocaq külündə qeyd edirik. Ocaq külünün içərisində kaliumla zəngindir və qismən də fosfor duzlarına daha rast gəlmək olar. Və gəlin görək mineral gübrələrə ilkin olaraq üzvü gübrələrin nə zaman verilməlidir? Biz bir şey qeyd eləyək ki, mineral gübrələr daha tez mənimsənilir. Bitkilər tərəfindən daha tez mənimsəniliyinə görə biz onu böyümə və inkişaf dövründə versək daha məsləhətə uyğundur. Nələ? Ancaq üzvü gübrələr gec minerallaşır. Torpaqla gec çürüyür, gec qarışdığına görə onu müəyyən qədər bitkilərin əvvəl də versək daha məsləhətli olar. Çünki o minerallaşmalıdır və bu torpağa qarışmalıdır. Daha sonra bitkilər onu mineral şəklində qəbul etməlidir. Və ümumiyyətlə gübrələr özləri də müxtəlif vaxtlarda verilir. Fikir verirsə, azot və kalium gübrələrin yaz-yayı dövründə, fosfor gübrələr isə payız dövründə verildikdə daha məhsuldar bitkilər görmək olar. Və gəlin görək bu digər tərəfdən bu gübrələr hansı məqsədlər üçün verilir? Ən birinci biz deyək ki, bitkinin azot gəlin görək nə şəkildə verir və hansı bitkilərə verilir. Ümumiyyətlə azot gübrəsini biz amonium nitrat və amonium sulfat şəklində verə bilərik və biz bitkinin böyüməkdə olan bitkinin gövdə və yarpağının böyüməsi üçün azot gübrəsindən istifadə edə bilərik. Və fosforu biz superfosfat şəklində, tərkibi superfosfat şəklində biz veririk və bunu da bitkilərin meyvələrinin və çiçəklərinin, əgər hansı bir çiçək və meyvəsinə görə biz bitkini yetişdiririksə, biz ona fosforlu gübrələr versək daha məsləhət olar. Və gəldik yeraltı yumrular, yeraltı şəkil dəyişmələr üçün meyvə köklər, soğanaqlar və gövdə yumrular üçün isə kalium gübrəsi versək, kalium xlorid şəklində verilir bilirsiniz ki, və bu zaman versək daha məhsuldar məhsuldarlığı artırmış olarıq və eyni zamanda qeyd edəyəm, mən ocaq küldə qeyd elədim ki, ocaq kül kalium var, qismən də fosforla zəngindir və bu da bitkilərin meyvələrinə və yeraltı orqanlarına, kök yumrularına, gövdə yumrularına verilsə, bu da məhsuldarlığı artırmağa xidmət edir. Və gəldik ki, biz bitkilərin böyümə və inkişaf dövründə də gübrələr verə bilərik ki, buna da əlavə gübrələmə və yemləmə deyilir. Və P-nin tərkibində məsələn burada yoxdur uşaqlar. Mən qeyd edeyim sizə. P-nin tərkibi də azot, fosfor, kalium və üzvü maddələrlə zəngindir. Bu da böyüməkdə olan bitkinin bütün orqanlarına, ümumiyyətlə torpağın münbitləşməsində təsir göstərir versək. Torf, mineral və üzvü maddələrdən, bu da böyümə və inkişaf dövründə verilsə bitki üçün əhəmiyyətlidir. Quş sulu ən çox azotlu duzlarla zəngindir və bitki və heyvan qalıqları yenə də bunlar da mineral və üzüm maddələrlə zəngindir. Böyümə və inkişaf dövründə bitki üçün əhəmiyyətli ola bilər. Daha sonra gəldik biz uşaqlar yarpaq. Bu dərsimizdə mən çox uzun olmasın. Bu dərsimizdə kökü yaxşı mənimsəyin. Növbəti dərsimizdə yenə yarpağın da izahatını çəkib atacağam. Hələlik bu günlük bu qədər. Sağ olun.